Belki de bu video Azerbaycan YouTube'nun en pik, en büyük videosu olabilir. 9, 10, 11. Bak polis çağırım, indi şəhərdəyəm. Herkese uşaqlar, mən bile bu videoda sizlerle bir yerde yerlerden görevləri yerinə yetirəcəm. Bu videoya 10.000 like gəlsə, bu videonun part 2'si gələcək. İnşallah bu arada sizə bir sözüm deyirsiniz, biz çoxunuz bilinəsi video atmır kanala. Darıxını tutmasın, amma bunun səbəbi bu idi ki, belki de bu video Azerbaycan YouTube'nun en pik, en büyük videosu olabilir. Ben çok uzatmayayım, keçək video. Yani ise dəhşətli şeyler gözləyir, sizə maraqlı. Keçək video. Uşaq Uzokun mənə verdiyi görevi yerinə yetirirəm. Uşaqlar Uzok mənə bildiyiniz kimi görev vermişdi ki, şəhərin ortasında nə ilə götür yana vedrə, qar doldur şəhərin mərkəzinin başından aşağıda. Çox soğuk, buz baxın, bak. Buz kimi deyir bu. Mən başımaəcəm. Bu daşdı, bu qaldı bunda. Uşaqlar gəlin. Uzok bu videoya baxsansa aha, qar yoxdur ya. Asla zarafatsız yoxdur qar. Şal baxın bir lak. Siyah Uzok görevin yerinə yetirildi. Bu da bir vedrə. Keçirik ikinci yerə. Uşaqlar növbəti görevimizə gəldik. Bu görevimizi bizə Anar Bayram verib. Uşaqlar Anar Bayram bizə deyib ki, biri sən get paket götür, onun içində qar doldur və hər hansı bir mağazaya gir, orada de ki, qar satıram almırsınız. Belə bir şey deyil. Mən də onun görevini yerinə yetirməliyəm təbii ki də. Sumkanın içində çox şey var uşaqlar. Uşaqlar paketi nəhayət tapdıq. Mən yəqin dolduracağıq. Mikrofon da yoxdur. Telefon mikrofon. Bir dənə like atın videoya. Kanala abunə olun. Bir dənə mikrofon alın uşaqlar. Onun içini qarla doldururuz. Kameraman girmə də. Uşaqlar mikrofon da qarnımıza gedirik mağazaya. Salam gətirik ola. Qar satırıq, qar istəmirik. Qar satırıq. Bon, yəni havayı satıram, yəni istəsi yox. Keçək növbəti görevimizə. Növbəti görevimiz Məhdi Nəsirovun bizə verdiyi görev olacaq. Gir orada qışqıraqda ki, çoxdandır yağ qarmırdı. Uşaqlar mən deyim, yəni burada qışqıracam da samoda. Çünki orada musiqi qoyublar. Videomuz telif yeyə bilər. İndi burada qışqıracam deyəcəm ki, çoxdandır yağ qarmırdı. 3, 2, 1. Çoxdandır yağ qarmırdı. Bu kadar. Uşaqlar gördüyünüz kimi gəlmiş yarsa mağazadayıq. Bizə deyilib ki, Ali Çobanov deyib ki, 3 dənə hazır chips al ye. Uşaqlar görürsünüz ki, bu chipslə hazır 3 alacağıq və Ali Çobanovun görevini yerinə yetirəcək. Gördüyünüz kimi Ali Çobanov mənə verdiyi görevdir. 3 dənə chips yeməyi mənə demişdi. Bana da gəldim yəqin ki, like atın. Uşaqlar, söz verirəm bu ikisini yiyəcəm. Amma indi yox. Görevlərimizi eləmək lazım. Bunların ikisini yemək bir asan bir şeydir. Tərkim, həqiqətən qorxuram çünki ilk çıxdı bizi parça-parça eləyir. Hələ qabaqda nə qədər görev qalır. Bunlar söz verəmsə yolda yiyəcəyik. Keçən növbəti görevə. Növbəti görevimiz Teymur Məmmədovun verdiyi bizə görevdir. Halbuki o bizə demişdi ki, 2 dənə kofe al iç. Bax bizdə kofelərimiz yanımızdadır. Yarısını içsin, yarısı qaldı, getməyəcək. Birinci görevimiz tamamlanır. Birinci kofemizi içsin. Teymur, bu nə görevdir? Mən kofe içən adam deyiləm. Elə bir görev vermişsən ki mənə. Bilmirəm, o necə içəcəm. Kəssi ikinci kofe. Teymur getmir, Teymur. Yine əzimə gün gəlir. Teymur qusacam ha, Allah haqqı deyirəm. Ürəyim çox pis bulanır. Uşaqlar, Teymurun verdiyi görevi də tamamladı. Keçək növbəti görevimizə. Uşaqlar, gördüyünüz kimi tanımadığım bir insanın başına İki dənə qağaş var. 2 dənə qağaşdı kakras. Daşmanda da var sanırım, sen gideşmişsin. Yaxşı, biraz zarafat, zarafat. Bu sumka mənə ağırlıq eləyir. Uf. Davay. Ayağım baktı. Hala halim ha var. Burada Lənkəranda kamera olduğuna görə çox şey eləyə bilmirəm. Çox sürüşürəm uşaqlar. Uşaqlar, növbəti görevimiz Hüseyn Hüseynzadənin bizə mənə verdiyi görev olacaq. Hüseyn Hüseynzadə mənə demişdi ki,
Sən geniş paltar Bax, geniş paltar geyinmişəm. Sənin verdiyi görevdə yerinə yetirmiş oldu. Keçən növbəti görevimizdə uşaqlar. Uşaqlar, bu görevimiz 30 dənə jin vurmaq olacaq. Bu görevimizi mənə Əlisə İbrahimzadə və Abdullah Qurbanov verib. Üç, 9. Dostlar gördüğünüz gibi miliyim. Gördüğünüz gibi yıkıldı. Uşaqlar, video like atın, kanalımıza olun. Asıram 2 dənə deyil. Ve 1 Ay, bu bir. ve 30. Bak dostlar gördüğünüz gibi miliyim. Çok az Uşaqlar, çekir yani abone olun Çox da azə yani. çəkirəm. Yani Kanala. Uşaq, növbəti görevimiz Bexman Ajdarov və Hamid Yıldırım mənə verdiyi görev olacaq. 20 saniyə başımı qara sox. Kameramanın vaxtı hesablayacaq. Mən də başımı qara soxacağam. Uşaqlar, başlayırıq. başla dur. Tamam dostlar miliyim. Qarda qalmayı bazardı. Uşaqlar, video like atın, kanala abunə olun. Lənkəndə belə pik videolar çəkən heç kim yoxdur. Uşaqlar, növbəti görevimiz qarda 1 dəqiqə sürün Vüsal Mikayılov deyib görevimizi. Vüsal Mikayılov görevi yerinə yetirirəm hələ ki. Keçə qarda sürünə 1 dəqiqə kameraman sayacaq. Uşaqlar, deməli Əliyar Məhərrəmov fotoqraf buradan çıxdı. Mənə görev verib ki, bax bu qar adamı 30 santimetrlik qar adamını götür bu kökü, ona əlsiz yeməyə çalış. Lap belə yazıb tutuyor. Ay ya, qar ya. Uşaqlar, elə bir qar öpüşür. Hər şey ya. Bu qədər uşaqlar, bu qədər. Keçən növbəsi görevə. Uşaqlar, deməli Rəşad İsmailovdur deyəsən. Bilmirəm, Rəşad İsmailov olmalıdır. Mənə görev verib ki, limonun üzərinə İ am reşo yaz və bunu story at. Mən də belə eləyəcəm. Uşaqlar, gördüyünüz kimi baxın bura. Bunu çəkirik sevinci. Sevinci çəkdi. Ürəyi aldı. WhatsApp-ımı göstərin. Buna baxmayın siz. WhatsApp statusunu görürsünüz. Buraya yazıram. İlkin Feyziyev. Görev tamamlandı. Of. Bunu da WhatsApp gönderdi. Heç kim bağlı deyil uşaqlar. Baxa bilərsiniz buradan da. Parametrlər, məxfilik, status bütün kontaktlarım. Burada girirəm Instagram uşaqlar. Hikayə yerinə girirəm. Buradan girirəm bura. Buraya yazıram. İlkini yazıram. İlkin Feyziyev. Görev tam. Bum. Uşaqlar, bunu da story atırıq. Uşaqlar, Dişat Layev və Nihad Mahmudzadə mənə bir görev verib. Bu mənə makyaj eləmək istəyir. Anında belə bir şeylər var. Bilmirəm, bunun parasını makyaj eləyəm. Uşaqlar, deməli Ron Nəsirov mənə görev verib ki, ən yaxın dostuna zəng vurdu ki, başladığım qız atası mənim üstünə polis çağırıb. İndi gördüyünüz kimi dostuma zəng vururam, baxın nə deyir. Allah, Murat, necəsən? Aleyküm. Sözürəm, Murat. Mən danışdığım qız var o atası mənim üstümə polis çağırıb. İndi şəhərdəyəm. Evdəkilərə bilmirəm nə deyim. Neyniyim, Murat? Nə? Danışdığım bir qız vardı, danışdığım qız. Onun atası bilmirəm, hardasa bizi görüb nə olub bilmirəm. Polis çağırıb. Evdəkilər bilmirəm, xəbər var yoxsa qorxuram kəndə tərəf gəlməyə. Başka video diyor. Uşaqlar, aldanmırlar. Baba, o qədər eləmişəm, aldanmırlar. Keçən növbəti görevə hepçi clash. Mənə deyib ki, qarda 30 saniyə ayaq yan gəz. Mən də gəzirəm. Say. Sayda say. Uşaqlar, bunu da tamamladık. Keçən növbəti görevə tez. Uşaqlar, deməli Rauf Babayev və Cəfər Qəmbarov mənə deyib ki, bax bunu düzəltmirsən, buradan ye, qar ye, bunun yarısını ye. Və İsmail Məmmədov isə mənə deyib ki, marojna ye qardan. Bunlar üçü bir-birinə oxşar olduğuna görə bir dənə marojna hazırlayıb yeyəcəm.
Sonra gördünüz ki bu yumurtanı mənə görev vermişdi kim? Ki yumurta Turan. Turan əsərli mənim ürəyim dəqiqətən xoşlayıram onu, videolarını falan. Mənə demişdi çiğ yumurta yemirik və onun xətrinə bugün çiğ yumurtanı baxın görsünüz. Bunu Turan yedim ha, sarsını yedim ha. Çox şey edirəm. Bu video 10 min like gəlsin, bunun part 2-sini çəkilir. Uşaqlar, Muhammed Əsgərovun mənə verdiyi görev vardı, tortiye. Tort tapamadım, bir keks tapdım. Yəni bunları yeyəcəm də. Uşaqlar, Dipper Pro mənə görev vermişdi. Get bu suyu doldur, bir butulka su başından aşağı atır. Quma gir, İbrahim Əliyev, quma gir. Amma mən donacam uşaqlar. Sizin üçün qar yoxdur, quma nə tərk edirlər? Belə bərk vurma. Uşaqlar, daşdır. Dokuz, 10, 18, 19. Aldım bastı gel. Hayır lan, mən gireceğim bu. Uşaqlar, 100 bin abunə ola bilmədim. 1 milyonda. Və Miri Miriyev 24 fevral 2025-ci ildə dünyasını dəyişərək bu həyatdan köçdü.